Rusiyanın xarici dövlət borcu son 20 ildə ilk dəfə 60 milyard dollar həddini keçib. Bu barədə RIA Novosti Rusiya Maliyyə Nazirliyinin rəsmi statistikasına istinadən məlumat yayıb. Məlumata görə 2026-cı il fevralın 1-nə olan vəziyyətə əsasən Rusiya Federasiyasının xarici dövlət borcu 61,97 milyard dollar təşkil edib. Bu göstərici 2006-cı ildən bəri qeydə alınan ən yüksək səviyyə kimi qiymətləndirilir. Nazirliyin açıqladığı məlumatlarda qeyd olunur ki, 2006-cı il yanvarın 1-də Rusiyanın xarici dövlət borcu 76,5 milyard dollar olub. Lakin bir il ərzində borc kəskin şəkildə azalaraq 2007-ci il yanvarın 1-də 52 milyard dollara enib. Həmin dövrdən etibarən ölkənin xarici dövlət borcu uzun müddət 60 milyard dollar həddini aşmayıb. Ekspertlər borcun yenidən artmasını bir neçə amillə əlaqələndirirlər. Bunlara beynəlxalq maliyyə bazarlarında dəyişən şərtlər, xarici öhdəliklərin yenidən strukturlaşdırılması, eləcə də dövlət zəmanəti ilə cəlb olunan kreditlər daxildir. Eyni zamanda sanksiyalar fonunda maliyyə mənbələrinin məhdudlaşması da borc göstəricilərinə təsir edən əsas faktorlar sırasında göstərilir. Analitiklərin fikrincə mövcud borc həcmi Rusiyanın ümumi dövlət maliyyə dayanıqlığı üçün hələlik kritik hesab olunmur. Bununla belə xarici borcun artım tendensiyası uzun müddətli perspektivdə büdcə xərcləri və maliyyə siyasəti baxımından əlavə risklər yarada bilər. Qeyd olunur ki, Rusiya Maliyyə Nazirliyi yaxın dövrdə borcun idarə olunması strategiyasına yenidən baxa və prioritet olaraq daxili maliyyə mənbələrinə üstünlük verə bilər.